və mənim üçün ən vicdanlı vəkil. Hələ bu ana qədər bir adam şikayət etməyibdir ki, bu adam mənim pulumu aldı, yedi. Bu adam mənim hüquqlarımı müdafiə edəcəyini dedi, amma sonra məni uduzdurmaq o tərəfə geçsin, uduzmağım o tərəfə. Məndən də bu qədər böyük məbləğdə pullar aldı. Bir adam belə, bax bu gördüyünüz insan ürəyi təmiz, qəlbi təmiz və vicdanlı insan üçün şikayət etmir. Ona görə mən ümumiyyətlə bu vəkillər kollegiyasının sədri mənim də dostum Anar müəllimə buradan müraciət edirəm ki, adı ləkələnməyən, adı korrupsiyada, pulda hallanmayan vəkillərə sayğı ilə yanaşın. Onların haqq və hüquqlarının pozulmasına imkan verməyin. Niyə bilirsiniz? Çünki o vicdanlı vəkillərin sayı azalmamalıdır və bu vəkillik institutu artıq daha yaxşı inkişaf etməlidir. Hörmətli Anar müəllim, mənim dəyərli dostum, sizi də salamlayıram.